Niyə ləhcə ilə danışırsan? Başa düşmədim. O nə deməkdir? Mənə qulaq asmaq olmur. Asma? Yəni nə dirəşmisən? Bundan sonra mən ancaq ləhcə ilə danışacağam. Özdə belənçinə danışacağım. Bütün ləhcələri hamısını bir-birə para yazım ha onun adını. Polisə şikayət edir. Emosiyalarınızı içinizə atmayın. Bütün xəstəliklərin, bütün problemlərin, bütün dərdlərin də ən başlıcasında, ən başında elə emosional olaraq daimi özümüzü qısıtlamağımızdır. Bu özünü tanımayan, özünü bilməyən insanlara görə sən məni çərçivələndirmək istəyirsən öz prinsiplərindən, mən niyə sənin prinsiplərindən çərçivələnməliyəm? Başqa insanların fikirləri, başqa insanların sizi, sizin həyatınızı, gözlərinizi, qaşınızı, saçınızı, başınızı, hərəkətlərinizi, baxışınızı, hər bir şeyinizi idarə etmə yönümlü təsirlər nəticəsində bax belə problem var. İndi o insan dedi ki, ləhcə ilə danışırsan, iyrəncsən. Mənim ona verdiyim reaksiyanı gördünüz. Əslində sizə müdaxilə edən insanların hamısına demək olar ki, elə reaksiyan vermək lazımdır. Bu zaman sizin güclü bir xarakteriniz formalaşacaq. Deyəcəksiniz, arıqlama prosesindən nə əlaqəsi var? Arıqlama prosesində də güclü bir iradə, güclü bir xarakter demək olar ki, hər şeyin təməlini təşkil edir. Güclü olmaq lazımdır.